Məni izləyən hər kəsə salam olsun. Bugün mərcimək küftəsi hazırlayacağım. Mərcimək küftəsini hazırlamaq üçün əvvəlcə mərciməyi tərtəmiz yuyuruq. Biraz suda islatmışam. Dupduru suyu çıxana qədər tərtəmiz yudum. Biraz islaqda qalsın, 1-2 saat pişirəcəm. Mərcini qoyduq qaynamağa, əzizlərim, pişməyə. Mərci pişsin. Üzünün köpüklərini də yığaq. Sonra bulgurumuzu əlavə edək. Bunu da yudum, əlavə etdim mərcinin üzərinə. Qarışdıraq, ikisi bir yerdə pişsin. Ədviyyatını da əlavə etdim. Qırmızı Bolqar bibərini əlavə etdim, çəkili. Tuzun, istiyotun, sarı kökün hamısını əlavə etdim. Pişsin. Bir dənə də kənarda soğan qızartdım, əlavə etdim üzərinə. Göyərtini də əlavə etdim. Cəfəri, biraz da göy soğan, əzizlərim, əlavə etdim. Soysun. Hazır. Bu qaydada etsəniz çox da gözəl alınar. Da bizim mərcimək küftəmiz.